Şumu şəhrində məşhur Saatlı Meçid. O, hələ də öz gözəlliyini itirməmişdir. Onu bəzəyən naxışlar yüksək sənət nümunəsidir. Təəssüf ki, biz bu naxışların əlvan boyalarını görə bilmirik. Onlar hələ də solmamışdır. Bu abidəni tikən ustanın adı Kərbəlayı Nəcəfdir. Durmuda başqa bir gözəl abidə də vardır, Cümə Meçid. Məscidin mehrabındakı zinət insanı heyran edir. Onun butalı naxışları son dərəcə incə və zərifdir. Sütunlar belə böyük bir ustalıqla işlənmişdir. Bu gözəl sənət əsərinin müəllifi Təbrizli nəqqaş Şərəf Şahidir. Qədim Ərdəbil şəhəri. Məşhur Şeyx Səfi məqbərəsi. Bu məqbərənin günbəzi üstündə Şah İsmail Xətainin qılıncları sancılmışdır. Onlar Xətayinin qazandığı qələbələrin rəmzidir. O, İran-Azərbaycan feodallarını birləşdirdi, Səfəvilər dövlətini qurdu, Türkiyə ilə müharibələr apardı, 15 yaşındaykən Azərbaycanın və İranın şahı oldu. Onun dövründə bir çox mühüm fərmanlar birinci dəfə Azərbaycan dilində yapdı. Şah İsmail Xətai yalnız məşhur sərkərdə və dövlət xadimi deyil, eyni zamanda Azərbaycan elinin görkəmli bir şairi və öz dövrünün ən məşhur söz ustalarından biri olmuşdur. Qədim kitablara zinət verən nəqqaşın gözəl sənətinə nəzər yetirin və qiymət verin. Şairlərin yaradıcılığı xalça ustalarına da ilham verirdi. Onlar dastanların məzmununa müvafiq yeni boyalar, bəzəklər və şəbəkələr yaratmışlar. Azərbaycan şairi Nizaminin Xosro və Şirin dastanından bir şəkil, Firdosinin Şəhnaməsindən bir şəkil. Bu böyük sənət əsərlərini yaradan Azərbaycan xalqı yeri gəldikdə onları müdafiə etməyi də bacarırdı. Azərbaycan xalqı öz dilini, mədəniyyətini, ölkəsini həmişə göz bəbək kimi qorumuşdur. ...1905-ci il Rus inqilabı İrandakı hadisələrə təkan verdi. İranda inqilabi hərəkatın rəhbəri, xalq qəhrəmanı Səttərxan, onun silahdaşı Bağırxan, daha sonra Şeyx Məmməd Xiyabanı xalqın azadlıq və demokratiya uğrunda apardığı mübarizəyə başçılıq etdi. Mücahid və fədailər qalib gəldiler. Gördüyünüz bu səngərlər, Səttərxan mücahidlərinin Təbriz küçələrində tikdikləri səngərlərdən biridir. Xalq, xaricdən kömək alan irticaya qarşı 6 il mübarizə etdi. İrtica bu müqaviməti sındırdı. Lakin xalq məğlub olmadı. Səttərxan bayrağı o gündən milli azadlıq və istiqlaliyyət uğrunda vuruşanların əlində yerə düşmədi. Alman faşizmi ilə qanlı vuruşmalar şiddətləndiyi günlərdə bütün dünyada əzilən millətlər arasında azadlıq hərəkatı gücləndiyi bir zamanda bu bayraq yenidən yüksəldi. İran-Azərbaycanı xalqı yaxşı bilirdi ki, azadlıq əldə etmək üçün yeganə yol amansız mübarizə və silahlı isyan yoludur. Odur ki, bütün kəndlərdə fədai dəstələri təşkil olundu. 1945-ci ilin avqustunda ölkənin hər tərəfində miting və nümayişlər başlandı.